Əssəlamu aleykum. Bugün sizinlə inşallah Mədinə 1-in birinci, ikinci və üçüncü dərslərinə aid olan sualları paylaşacağım. Hissə-hissə hər dəfə bir səhifəni götürəcəyik sizinlə inşallah. İlk sualımız nədir? Deyir, boş yerlərə uyğun gələn sözü göstərin. Burada nə verir boş yerdə? Nöqtə, 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 sonra həzə. Cavabında isə həzə nəcmun, bu ulduzdur. Ulduz cansız olduğuna görə mən burada sual verməliyəm. Bu ulduzdurmu? Və yaxud da mən burada belə də deyə bilərəm. İndi cavablarımızda bunlar var. Məsələn, mən var, nəam var, lə var və mə var. Bunlarda nəyə qoymalıyıq? Ulduz cansız olduğuna görə mən burada cansız bir şey olaraq cansızın sualını gətirməliyəm. Yəni, mən canlılar üçün istifadə olunur. Bu variantı çıxırıq. Nəam isə cavabdır. Yəni, nəam bəli deməkdir. Bunu da çıxırıq. Lə isə inkarı bildirir. Yəni, xeyr deməkdir. Bunu da çıxırıq. Burada A bəndə olacaq mə. Yəni, sual verəcəm ki, mə həzə. Bu nədir? Cavabında həzə nəcmun. Bu ulduzdur. Deməli, cavabımız A variantı oldu. Sonra, ikinci sualda səhv tərcüməni göstərin. Səhv tərcümələrə baxaq. Birinci A-ya baxaq. Burada at, hisanun. Bu doğru variantdır. Çünki atın mənası elə hisanundur. B variantında isti, hərrun deməkdir. Bu da doğrudur. C variantında alma, tuffəhun. Bu da doğrudur. Açar, burada məftuhun verib. Məftuhun açıq deməkdir. Miftəhun isə açar deməkdir. Yəni D variantımız səhvdir. Üçüncü sualda boş yerə uyğun gələn sözü göstərin. Burada mən həzə, bu kimdir? Cavabı da canlı olmalıdır. Çünki sualı canlılar üçün verib. Həzə, kəlbun deyə bilmərəm. Kəlbun itdir. Bilirik ki, ərəb dilində heyvanlar cansız götürülür. A variantı çıxdı. B variantı himərun, uzun qulaq. Bu da getdi, yəni səhv variantdır. Hisanun, at, cansızdır. Tabibun, həkim. Bu doğru variantdır. Yəni D variantı doğru olacaq. Mən həzə, bu kimdir? Həzə, tabibun, bu həkimdir. Sonra isti sözü nədir? Antonimini göstərin. İsti olacaq hərrun. Hərrun sözünün burada A variantını verib. Hərrun eyni sözdür. Yəni məna cəhətdən eynidirlər. Ona görə də bu variant getdi. Bizdən antonimi, yəni əksin istəyir. B variantında bəridun, soyuq. Bəridun, soyuq. Sonra burada səhv verib. Çünki hərəkə səhvi var. B variantında səhv olacaq. Burada bəridun olmalıdır. C variantı olacaq. Hulvundakı şirindir. Sonra növbəti 5-ci sual. Boş yerə uyğun gələn sözü göstərin. Nə deyir cavabında? Həzə talibun. Bu tələbədir. İndi buna aid bir sual verməliyik. Təbii ki, tələbə canlı olduğuna görə biz canlılar üçün sual əvəzliyimizi seçmişdik. Mən. Mən həzə. Mən həzə. Bu kimdir? Həzə talibun. Bu tələbədir. Sual istifhamdır. Mi, mu kimi istifadə olunur. Mə cansızlar üçün istifadə olunur. Mənası nə deməkdir? Lə də xeyir ədatdır. Altıncıda isə tək, müzəkkər, yəni kişi cinsində və uzaqlıq üçün işlənən işarə əvəzliyinin, yəni ismul işarətə, yəni göstərin. Bizim işarə əvəzliklərimiz nə idi? A variantı. Deməli, həzə bu deməkdir. Təkdə istifadə olunurdu. İşarə əvəzliyimizdir. Kişi cinsində üçün istifadə olunur. Amma bizdən uzaqlıq üçün istifadə olunan istəyir. B variantı. Həzihi bu deməkdir. Yəni müənnəs qadın cinsindədir. Tək üçün istifadə olunur və burada dediyim kimi yaxın üçün istifadə olunacaq. Sonra zəlikə o deməkdir. Kişi cinsindədir. Sonra uzaq üçün istifadə olunur və təkdədir. Yəni zəlikə C variantımız doğru variantdır. Mən kim deməkdir? Sualdır. Bunu onsuz da izah eləmişdik. Cavabımız C variantı. 7-cidə uyğunluğu müəyyən edin. Bu qapıdır. Həzə miftahun. Burada bu biri tərəfdə verir. Bu qapıdır sözün buradan tapaq.
həzə bəbun. Yəni buradakı bu qapıdır birinci ilə, buradakı C variantı uyğun olacaq. Bu daşdır, həzə həcərun, 2 ilə D variantı düzgün olur. Bu yazı stoludur, həzə məktəbun, bu yazı stoludur. Deməli 3 ilə B variantı, bu açardır. Bunun da variantı buradadır. Həzə miftahun, bu açardır. Deməli burada hansı oldu? İndi bizdə bu qapıdır, həzə bəbun 1 ilə C. 1C, 2 D, sonra 3-də B, 4-də də A. B variantı. Sonra düzgün tərcüməni göstərin. Baxaq. Həzə məktəbun. Bu yazı stoludur. Deməli, A variantı çıxdı. Həzə kürsüyün. Bu oturacaqdır. B variantı da çıxdı. Həzə sərirun. Bu çarpayıdır. C variantı da çıxdı. Cavabımız D variantı. 9-da düzgün tərcümə edilmiş cümlələri göstərin. Bu məsciddir, həzə məscidun. Bu düzdür. Bu qələmdir, həzə qələmun. Düzdür. Bu evdir, həzə bəytun. Bu da düzdür. Bu məktəbdir, həzə məktəbun. Xeyr, məktəbun yazı stolu deməkdir. Buradakı variant səhvdir, yəni 4 səhvdir. Bu stoldur, həzə kürsüyün. Bu da doğrudur. Burada nə istədi bizdən? Düzgün tərcümə edilmiş cümlələri göstərin. Deməli, həzə məscidun düzdür. Həzə qələmun, bu da düzdür. Həzə bəytun, bu da düzdür. 1, 2, 3 düzdür. Bir də həzə kürsüyün, bu oturacaqdır, bu da düzdür. 1, 2, 3, 5. 1, 2, 3, 5 B variantı.